Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu videoda sponsor display remarketing kampaniyaları haqqında danışacağıq. İki cür olur, view və purchase. Yəni ki, baxış və alış. İndi onlar haqqında detallı danışaq, keçək. Bizim təməldən demək, məhsulumuz olub analog alarm clock. Nümunə olaraq bu məhsuldan istifadə eləmişəm. Bir daha xatırlatmayayım ki, məhsula giriş eləməyə məsləhət görmürəm. Bu saat etibarilə məhsul bazarı tam fərqli bir yerə gəlib çıxıb. Qazanc götürmək məqsədi ilə investisiya eləməyə dəyməz bu bazar. Sadəcə məntiqi başa salmaq üçün nümunə olaraq götürüb və sizə göstərirəm. Demək, analog alarm clock. Biz bir buradan saat seçək. Məsələn, deyək ki, Pickip. Bu saatı seçsin. Sağda gördüyümüz. Sponsor display nədir? Biz bu saatı seçib aşağı düşdüyümüz anda görürük ki, görürsünüz, burada aşağıda bax, belə bir ekran var. Elə ki, bax, bu şəkil, hansı ki üstünə yazılıb Thin Load Small Battery Operated Analog Alarm Clock və Shop Now. Bu da başlığıdır. Bu sponsor displaydir. Ancaq bu saatın üzərində sponsor produktlar da olur əlbəttə ki. Görürsünüz, burada sponsored yazılıb Products Related to this item. Yəni ki, bu məhsulla əlaqələnən digər məhsullar bu sponsor product sayılır. Ancaq display sadəcə 2 dənə görsənir. Bir sağda, bir aşağısında. Gördüyümüz bu iki fərqli məhsul, fərqli dediyim eyni məhsul deyil. Sadəcə kateqoriya olaraq eyni alarm clock-a aiddir. Demək, bu məhsullar display sayılır. İndi məhsullar arasındadır ki, display iki cür olur. View, yəni baxış və purchase. Purchase yəni alış. İndi biz hər məhsula bu hər ikisini yaratmalıyıqmı? Xeyr. Məsələn, analog alarm clock. Mənim qarşıma bu məhsul çıxdı. Məsələn, analog alarm clock. Mənim qarşıma bu display çıxdı. Brend adı Goodogi. Goodogi mənim qarşıma çıxdı. İki səbəb ola bilər. Bu remarketingdə. Ya mən müştəri kimliyimlə son bir həftə ərzində 30 gün ərzində və ya da ki 180 gün ərzində reklam yerləşdirdim, onu detallı göstərəcəm. Mən girib analog alarm clock-a baxmışamsa, bu o məntiqdən qarşıma çıxıb ki, hədəfləmə belə olub ki, eyni məhsul kateqoriyasında olan məhsula son bir həftədə 30 günə və ya 180 günə baxanların qarşısına çıxar. Və ya mən bu məhsula deyib baxmaqdan əlavə almışam son bir ayda. Yenidən girib baxıb yenə də almaq istəyirəm. O zaman ikinci tip kateqoriya var, purchase. Purchase yəni alış. Onu hədəfləyiblər ki, son 30 gün ərzində alan müştəriləri hədəflə və display onların qarşısına çıxart. Və ya bunu. Beləcə iki kateqoriya ilə qarşımıza çıxar. Ancaq məsələ bu deyil burada ki, əsas məsələ analog alarm clock-a view və ya purchase olarmı? View son bir həftədə olmağı ən idealdır hər birində. Niyə? Məsələn, analog alarm clock-dan əlavə bir məhsulu göstərə bilərəm view-ya. Məsələn, deyək ki, Valentin günü hədiyyəsi. Valentin Days axtarış sözümüzdür. Bu sözdə olan məhsullardan birinin üzərinə klik edirəm və açılan pəncərədə biz aşağıda görürük ki, iki display var. Əgər mənim məhsulum bunlardan biridirsə, mən adətən nə edəcəm? Son 7 gün ərzində olanları hədəfləyəcəm ki, 30 gün və ya 1 ay deyil. Niyə? Çünki artıq 7 gün uzağı bir adam baxır, bu məhsula axtarır, almaq ərəfəsindədir. Sırf onların qarşısında mən öz məhsullarımı çıxartmalıyam. Ona görə belə daha uyğundur. Ancaq mən purchase-i hədəfləsəm, məsələn, bir məhsul seçək, dog shampoo, dog shampoo olsun. Bir məhsul seçir. Belə tip məhsullarda isə purchase remarketing üçün daha idealdır və uzun vadəli. Məsələn, deyək ki, bu mənim rəqibimdir və mənim bir məhsulum var ki, it şampununla bağlıdır və rəqib şirkət də budur. Bunun üzərinə gəlib mən sponsor display yerləşdirirəm ki, və son 90 gün qoyuram və ya da ki, son 6 ay 180 gün qoyuram. Çünki deyək, 90 dəfə istifadə olunub bitə bilər bu. Yəni 3 aylıq məhsuldur. Ortalama hər gün 100, məsələn, atıram. Ona görə mən 90 və ya 180 gün son alış edən müştəri kimliklərini hədəfləmək üçün remarketing purchase edirəm və məhsulumu belə məhsullarda qarşılarına çıxardıram. Bir daha deyirəm, bu kampaniya purchase remarketing hər məhsul üçün deyil. Məsələn, analog alarm clock üçün uyğun deyil.
Analog alarm klokda alanından bir dəfə alır və daimi olaraq ona abunə olub almır arda-arda. Belə tipə məhsullara, hansı ki abunəlik bizdən tələb edə, abunəlik bizə yarada bilər, şansı, trafik yarada, müştəri gətirə bilər. Onlara purchase, remarketing mütləq lazımdır. İndi isə keçək necə yaradılır, onlara baxaq. Demək, Campaign Manager'dən gəldik kampaniyamıza və Create Campaign elədikdən sonra Sponsor Display bölümünü seçirik. Sponsor Display edib Continue edirik. Sponsor Display edib açıldı. Açılan pəncərəmizdə kampaniyamıza ad verək ilk öncə. View olsun və ya Purchase olsun. Purchase Remarketing. Məhsulumuz da N məhsul olsun. Kopyalayırıq. Yaxşı olar ki, campaign name-lə ad group name hər zaman eyni olsun. Rahatçılıq olur və bizi çaşdırmaz çox məhsul demək filtrasiya edən zaman gələcəkdə. 10 euro deyil budget minimumdan başlayaq. Çox yuxarıdan başlamaq bizi bir gecənin içində büdcəmizi yoxa da çıxarda bilər, xeyli azalda da bilər. Ona görə minimumdan başlayırıq. Xərcləndikcə büdcə kifayət olmadıqca artırırıq. Yaratdıq demək ad group və kampaniya name-i View Purchase Remarketing N məhsulu. Sonraki mərhələdə biz seçirik optimizasiya strategiyasını. Yəni ki, biz nə etməliyik? Buradan biz demək seçdiyimiz üçün View və ya Purchase ikisini də seçə bilərik. Əgər biz View üzrə remarketing yaradırıqsa, biz seçəcəyik Page Visit. Kim ki, son bir həftə ərzində və ya 30 gün ərzində demək məhsulun səhifəsini vizit edib müştəri kimliyi ilə almaq ərəfəsindədir. Ancaq purchase hədəflədiyimiz zaman demək son 6 ay ərzində daha uzun vadəli plan qoruruq. Conversion seçirik ki, conversion yəni geri dönüm deməkdir, alınıb artıq. Klik ediblər, baxıblar və məhsul alıblar. Onu seçirik və ilə davam edirik. Deyək ki, view yaratdıqsa page-i seçirik, page viziti seçirik, purchase yaradırıqsa remarketing olaraq conversion seçirik. Bu mərhələni də keçdik. Ondan aşağıda şəkil və video format varsa onlardan birini seçirik, şəkil üzrə davam edirik və reklam üzrə məhsulumuzu aşağıdan göstərməyəcək məhsul siyahımızı, orada məhsulumuzu seçib üzərinə add kliklədiyimiz zaman sağ tərəfdə görsənəcək. Buradan 0 product görsənir. Əlavə elədikdən sonra görsənəcək. Varsayıram ki, bunu elədik. İndi keçirik növbəti mərhələyə. Növbəti mərhələdə biz görürük ki, burada Amazon tərəfindən bizə təklif olunan kateqoriya və kateqoriyalar var. Birbaşa. Onların hamısını silirəm. Biz buna remarketingi seçirik. View-yə gəlirik. View-da biz görürük ki, son 7, 14, 30, 60, 90 günlər seçim edə bilərik. Mümkün qədər biz qısanı seçirik ki, itmiş müştəriyi hədəfləməyək. Artıq 7-14 gün ərzində 90% müştərilər aldığını alıblar. Ona görə view qısa vadəli hədəfləmək üçün daha məsləhətlidir. Demək, view-nu belə edirik. Sonra istəsiz edə bilərsiniz. Similar to advertised product. Amazon tərəfindən suggest olunan kateqoriyalar. Amma bir məsələ də var. Onun da aşağısında audience kateqori var ki, birbaşa bizim məhsulumuzun demək ibarət olduğu, məhsulumuzun aid olduğu kateqoriya və complementary, tamamlayıcı kateqoriyalar aşağıda var ki, görürsünüz burada 22 suggestion var. Amazon tərəfindən bizə təklif olunan kateqoriya toplusudur ki, onları hədəfləyə bilərik bir-bir. Ən idealı elədir. Sonra buradan purchase göstərim ki, purchase-də eynən 60 gün var, 90 gün var, 180 gün var. Biz bunları hədəfləyə bilərik. Mümkün qədər purchase-də deyək ki, minimum 60 gün, maksimum 180 gün civarında bir hədəfləmə seçirik ki, hər hansı bir şampun olsun və ya da bir supplement olsun, qida əlavəsi və s. 180 gün ərzində bitəcək, düzdür. Və bunu istifadə eləmiş müştəri təkrar qarşısına çıxmaq üçün artıq bunu alıbdır. Conversion yaratmış müştərinin təkrar qarşısına çıxmaq üçün son 90-180 gün ərzində hədəfləmək daha da effektiv nəticələr verir. Ondan sonra yenə aşağıdan bu məhsulu seçə bilərsiniz. Amazon tərəfindən təklif olunan demək kateqoriyanı və məhsulumuzun birbaşa olan kateqoriyasını və onun altında olan tamamlayıcı kateqoriyaları hansı ki Amazon tərəfindən təklif olunur. Bir-bir add eləyə bilərik və ya refine eləyə bilərik. Refine kateqoriya kampaniyasını göstərdim. Seçirik. Buradan məsəl üçün bizim məhsulumuzun qiyməti 40 eurodursa, dollardırsa 40-04 arası. Sonra refine edirik 40-4-5 arası.
Sonra refine edirik. Minimum maksimum qiyməti 40. Demək, reytingi 0-4 arası. Sonra maksimum qiyməti 40. 0-4-4-5 arası. Demək, 4-ün üzərində olanı qeyd edirik. 4-5 reyting arası olanları hədəflədik. Bunların bitlərini yerləşdiririk 1 hamısına. Məsələn, deyək də 1. Bunu ona görə bizə lazımdır ki, biz sonraki etaplarda performansa uyğun olaraq, asılı olaraq dəyərləndirə bilərik ki, bu çox incə məqamdır. Çox reklam eləyəndə də və ya bu işi görən insan heç bu qədər detallı demir və ya bilmir. Biz gələcəkdə uzun vadəli düşündükdə bilə bilirik ki, bizim adətən ən yaxşı conversionimiz hansı kanaldan gəlir? Məsələn, 40 eurodan aşağı olan ancaq starı 4-5 arası olanmı? 40 eurodan aşağı olan starı 4-0 arası olanmı? Bunu tamamlayıb, onlarla daha aqressiv ola bilərik, sırf həmin kateqoriyada olan məhsullarla. Ona görə bu bizə lazımdır. Belə, məntiq belədir və ondan sonra aşağı gəlirik. Aşağıda headline-ı yerləşdiririk və logomuzu yerləşdiririk. Logomuz odur ki, burada göstərdiyim məhsul var idi. Baxın, burada WAHL var. Bu məhsulun logosudur. Və başlıq da eyni logo pet friendly şampun yazıb. Bu da başlıqdır, yəni headline. Onu biz buraya yerləşdiririk və logonu da biz buraya yerləşdiririk. Image isə istəyirsə məhsulunuzun öz ana şəklində, adətən image yerləşdirmirik biz. Amazonda ana səhifədə olan ilk şəkil bura düşür və o çox ideal olur. Ona görə image yerləşdirmirik. Amma istəsəniz əlavə olaraq məhsulun imagini əlbəttə ki, yerləşdirə bilərsiniz ki, reklam görsəndiyi zaman sırf önə YouTube thumbnail kimi həmin demək şəkil çıxsın. Məntiq belədir. Bitdi. Sonra siz launch eləyirsiniz və Purchase Remarketing, View Remarketing kampaniyası hazırdır. Belə dostlar, çox önəmli iki kampaniya tipindən danışdıq sponsor display ilə bağlı. Sualınız varsa aşağı kommentariya bölümünə yazar və birbə-bir ödənişli konsultasiya üçün description bölümünə yazacağım WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hələlik özünüzə müğayət olun. Növbəti videoda görüşərik.